Hər vaxtınız xeyir olsun dəyərli Diaspor TV və Diaspor FM izləyiciləri və dəyərli tamaşaçılarımız, dinləyicilərimiz. Bu dəfə də ənənəmizə sadiq qalaraq dünyanın fərqli ölkələrində yaşayan daha bir Azərbaycanlımızı, həmyerlimizi sizə təqdim edəcəyik. Gülağa Rzayev uzun illər Qazaxstanda yol polisi olaraq çalışır və həmçinin Namus Etnomələri Birliyinin sədri olub. Bugün də Diaspor sədridir və həmçinin də bugün bizim qonağımızdır. Sizi vətəndə, Diaspor TV-də görmək çox xoşdur. Xoş gəldiniz. Çox sağ olun, çox sağ olun. Təşəkkür edirik Gülağa müəllim. Mən bir oxuyanda sizin belə deyim yaradıcılığınızı, bugünə qədər olan gördüyünüz işləri, fəaliyyətinizi Cəlilabadda dünyaya gəlmisiniz. Ondan sonra Qazaxstanda ali məktəb və nə qərara gəldiniz ki, nə vaxt bu qərara gəldiniz ki, Qazaxstana gedin, orada yol polisi olun, bu maraqlı bir hekayədir. Bizim ailə hərbiçi ailəsidir. Mənim əmim Qazaxstanda komandir diviziya idi. O, elə onun təşəbbüsündən 73-cü ildə mən orta məktəbi bitirəndən sonra Cəlilabadda məni apardı öz yanına. Orada başladım iş fəaliyyətinə. Sonra da ali məktəbə girdim. Birinci texnikum qutardım, sonra texnikumdan sonra avtomobil fakültəsini, sonra ali milis məktəbinə daxil oldum, qutardım. Elə o vaxtdan qaldım elə Qazaxstanda. Qazaxstanda uzun illər yol polisi olaraq çalışmaq çox məsuliyyətli bir işdir. Amma məni maraqlandıran başqa bir sual odur ki, bax, oradakı sürücülərlə Azərbaycandakı sürücülər arasında sürücü mədəniyyəti arasında olan fərqli və ya oxşar nələr var? Oxşar fərqlər deyəndə ki, orada sürücü mədəniyyəti yüksək həqiqətən də. Məsələn, piyadaya qarşı, başqa sürücü yoldaşlara qarşı həqiqətən də baxıram. Məsələn, bizdə, burada Azərbaycanda, bizdə deyəndə mən bura vətənimizdə, burada bizimdir, orada bizimdir. Bizdə burada deyəndə Azərbaycanda baxırsan ki, məsələn, o qədər sürücü bir-birinə qarşı biraz... Bəzən aqressiya baş verir. Bəli, aqressiya çoxdur. Orada elə şey yoxdur həqiqətən də. Bu Qazaxstanda nadir görülür deyirsiniz. Bəli. Bir gəncin, Azərbaycanlı gəncin Qazaxstan nə qədər də milli kimlik olaraq türk xalqı olsa da, bizimlə eyni qanı daşsalar da, yenə də başqa bir ölkədir. Bir Azərbaycanlı gəncin orada gedib bu işdə çalışması zamanı hansı çətinliklər oldu, hansı bəlkə asan məqamlar olub, məhz Azərbaycanlı olmağınızdan dolayı? Hər şey insanın özünün asılıdır. Onun tərbiyəsindən, özünü aparmağından fərqli olaraq insan hər bir yerdə tapa bilər özünə iş. Bir bu özündə də düşüncə ola görə biraz yöndəm ola ki, hansı dövlətdə yaşasan da fərqi yoxdur. Azərbaycan olsun, Qazaxstan olsun. Sözsüz biraz çətinliklər çoxdur orada. Vətən vətəndir, vətəndə dil tapmaq olar. Orada biraz çətinliklər var. Orada 130-dan yuxarı millət və millət birliyi yaşayır. Hamısı ilə gərək dil tapasan, mehriban olsan, bəli. İnsan üçün mehribanlıq hər şeydən irəlidir. Mehriban olsan, hər yerdə yol taparsan. Gülağa müəllim, sizin övladlarınız avtomobil idarə eləyəndə, qayda pozanda nə edirsiniz? Yox, mən övladlarıma həmişə tövsiyə edirəm ki, çalışsınlar ki, qayda pozmasınlar. İstədiyiniz kimi idarə edirlər. Bəli. Gələk vacib olan digər bir məqama, yol polisi olaraq uzun illər çox yaxşı bir xidmət göstərmişsiniz. 26 il, bu heç də az bir rəqəm deyil. Daha sonra diaspor sahəsinə yönəlmişsiniz. Burada artıq Qazaxstandan Azərbaycan üçün, Azərbaycan həqiqətləri üçün bir iş görmə, hansısa bir fəaliyyətdə olma istəyi ürəyinizdən keçib. Məhz onun yaranma səbəbi, ilkin addımlarınız necə baş verdi? Mən sizə deyərdim ki, ilkin addımlar baş verdi o vaxtdan ki, hansı ki, adam qərib yerdə yaşayanda vətən vətəndir. Vətəni unutmaq olmaz. Vətəni unudan insan, bağışlayın, mənim fikrimdə insan deyil. Vətəndə insanın da öz tərbiyəsindən də, birinci uşaqlıq tərbiyəsindən daha çox şəxslidir. Allah böyüklər rəhmət eləsin, böyüklər bizi tərbiyə edir ki, milləti sev, xalqı sev. Xalqı vətən sevən, nətər bizim prezident xalqımız üçün nələr eləmir. Biz də çalışırıq ki, hansı millətin içində olsan, qoy millətimizin başı ucu olsun. Bəs bu Namus Etnomədəni Birliyinin yaranması necə baş verdi? O günlərdə siz tək olaraq bunu
yaratdınız və yaxud da digər kimlərlə ümumiyyətlə əlaqəliydiniz? Oradakı azərbaycanlılarla belə deyim təşkilatlanmanız bu necə baş vermişdi? Yenə də sizə deyərəm ki, o böyüklərin tərbiyəsindən çox şey asılıdır. Hələ 90-cı illərdən, mən 73-cü ildən orada olsam da, 90-cı illərdən böyüklərə baxırdıq, böyüklər çox mehriban idilər orada. Hələ namus cəmiyyəti yaranmamışdan qabaq. Namus cəmiyyəti yarandı bizdə 2001-ci il avqust ayının 6-sında. Biz verini registrasiya elədik. Artıq 25 illik idi. Bəli, bəli. Gözəl. Ona qədər millət içərisində ağsaqqallar var idi, hörmət, izzət, nətər dillərdə Azərbaycanda var idi. Ondan yarandı ki, yığışdılar ağsaqqallar, dedilər bir dənə cəmiyyət yaratmaq lazımdır ki, Azərbaycan qanun çərçivəsində bir cəmiyyət olsun. 2001-ci ildə bunu qanun çərçivəsində yaratdıq. O ildən də mən onda orqanda işləsəydim də, mən köməkçi kimi götürdülər oradakı. Köməkçi işlədim ta ki 2011-ci ilə qədər. 2011-ci ildə məni seçdilər sədr oldunuz. İstər namus etmə mədəni birliyi olsun, istər oradakı azərbaycanlı gənclər olsun, belə deyim, siz oradakı azərbaycanlı gənclərin gələcəyinə baxanda diaspor fəaliyyəti ilə bağlı hansı müsbət məqamları vurğulaya bilərsiniz? Müsbət məqamları çoxdur. Allah bütün gənclərimizə can sağlığı versin, yolları açıq olsun. Həqiqətən gənclərimiz də orada böyük təşəbbüs göstərirlər. Başqa millətlərlə bir-birinin arasında münasibətləri də yaxşılaşdırırlar. O da yenə də böyüklərdən baxırlar, böyüklər keçən yola oradan nümunə götürürlər. Şükür Allah, hər şey normaldır, gənclərimiz də mehribandırlar. Şübhəsiz ki, Qazaxıstan dövləti və Qazaxıstan xalqı Azərbaycanımızı, xalqımızı çox sevir, bu sevgini biz bilirik. Dövlətlər arası münasibətlər yüksək səviyyədədir. Lakin mən əminəm ki, 44 günlük şanlı vətən müharibəsindən sonra, qələbəmizdən sonra bu istər-istəməz bütün dünya Azərbaycanlılarının alnının açıqlığına, biraz daha qürurlu yeriməsinə, belə desək, səbəb oldu. Və bundan sonra Qazaxıstanda Azərbaycanlılara qarşı, belə deyim, xüsusi başqa bir rəğbət artdımı? Hansı məqamlar baş verdi? Orada yaşayan illərdir, yaşayan həm yerimiz olaraq necə müşahidə ediniz bunu? Gözəl sual verdiniz. Həqiqətən də 44 günlük müharibədən sonra Azərbaycanlılara qarşı münasibət bəlkə 1 milyon prosent artdı. Sonra Allah Teala yenə də can sağlığı bizim prezidentimizə, Ali Baş Komandana. Onun da zəhməti böyüdü ki, millət arasında bu Qazaxıstanla Azərbaycan arasında bu atnaşın münasibətlərin yaranmasında. Bu təyyarə hadisəsindən sonra ümumiyyətlə Qazaxıstan elə bil ki, polüstü qalxdı Azərbaycanın müdafiəsinə. Həqiqətən də. Münasibət çox yüksəkdir. Mənə maraqlıdır, istər Namus Etnə Mədəni Birliyinin, istər bir diaspor sədri olaraq orada fəaliyyətinizin davamında gənclərimizlə, oradakı diaspor nümayəndələri ilə hansı işlər planlayırsınız 2026-cı il üçün, növbəti illər üçün? Bizim gələcəyimiz kim üçündür? Gənclər üçündür. Biz də hər bir, tək diaspor sədri yox, hər bir yaşlı insan çalışmalı gənclərə yol göstərmək, düz yol göstərmək, onları irəli çəkmək. Biz də orada əlimizdən nə gəlir onu edirik ki, bizim gənclərimiz bizim yerimizdən də biz gördüyümüz işdən də yaxşı işlər görsünlər. Başqa millətimizin başı ucu olsun həmişə. Mən orada 2 medal görürəm. O medallardan biri bugün siz aldınız diaspor fəaliyyətində xidmətə görə. Öncəliklə təbrik edirik. Çox sağ olun. Və bu sizin illər ərzində gördüyünüz işlərin belə deyim artıq əyani sübutudur və öz belə deyim Qazaxıstana gedəndə Azərbaycandan bir medalla belə getmək istərsəniz başqa bir qürurdur. Bir daha təbrik edirik sizi. Çox sağ olun. Allah sizdən razı olsun. Biz sizə təşəkkür edirik və orada bir medalınız daha var, o da diqqətimi çəkdi. O Qazaxıstandan... Qazaxıstan Assambleya, Qazaxıstan Narodu, Assambleya Narodu Qazaxıstana bəli. Mən oradan fəxri üzvüyəm. Ay, nə gözəl. Respublika Assambleyasının. Belə 2 medal var. 1 medalla gəlib, 2 medalla gəlib. Çox sağ olun. Gülağa müəllim, çox təşəkkür edirik. Ayağınıza sağlıq. Minnətdarıq gəldiyiniz üçün. Biz sizinlə, oradakı Azərbaycanlı gənclərimizlə, diaspor nümayəndələrimizlə qürur duyuruq
işlərində uğurlar, fəaliyyətlərində uğurlar arzulayırıq və inanırıq ki, sizdən örnək götürərək onlar da gələcəkdə bax bu kimi medallara və daha gözəl belə deyim uğurlara nail olacaqlar. Təşəkkür edirəm. Çox sağ olun, çox sağ olun. Mən də ürəkdən sizə can sağlığı arzu edirəm. Ali Başkanımıza can sağlığı. Qoy Allah Taala onun rukovodstvu altında Azərbaycanımızın bayrağı həmişə yüksəklərdə ucalsın. Qoy vətənimizin adı həmişə bütün dövlətlər arasında ən birincilərdən olsun. Dəyərli Diaspor TV izləyiciləri və Diaspor FM dinləyicilərimiz, bugün qonağımız Qazaxıstanda uzun illər ərzində həm təhsil alıb, həm də çalışan, o cümlədən Namus Etnomədəni Birliyinin sədri, Diaspor sədri olan Gülağa Rzayev idi. Onun həyat hekayəsinə qısaca da olsa nəzər salmış olduq. Növbəti buraxılışlarımızda daha digər Azərbaycanlıları sizə tanıtdırmağa çalışacağıq. Hansı ki, onlar dünyanın fərqli ölkələrində ölkəmizi layiqli səviyyədə təmsil edirlər. Təşəkkürlər izlədiyiniz və dinlədiyiniz üçün.